Bu sual Hüseyn Əlidəndir. O deyir, əgər ata və ana övladları ilə maraqlanmırlarsa, nə rahatlıqda, nə də çətinlikdə onun halını soruşmurlarsa, bu halda övladın onlara qarşı mövqeyi necə olmalıdır? Baxın, valideynlərimizə qarşı olan vəzifələrimiz barədə bildiklərim bunlardır. Biz bilirik ki, Muhammed və Ali Muhammed əleyhissalam buyurublar ki, cənnət ananın ayaqları altındadır. Onlar həmçinin bildiriblər ki, əgər analarımıza bizi bətnində keçirtdiyi bir gecənin əvəzində dünyanı və onun içindəkilərin hamısını versək belə kifayət etməz. Biz həmçinin bilirik ki, Əhl-i əleyhissalam Muhammed Peyğəmbərdən yer üzündə ən çox kimi sevməlik deyə soruşulduqda belə cavab verib: ən çox ananı sevməlisən, sonra ananı, sonra yenə ananı, ondan sonra atanı. Biz bilirik ki, bir gün atası bir gənci Allah Rəsulunun yanına gətirdi. Qoca kişi çox yaşlı olduğuna görə əlindəki əsaya söykənərək yeriyirdi. O Peyğəmbərə şikayət edərək dedi: ey Peyğəmbər, mən güclü